Elxan Musayev birincisi sələfi zat deyil. Yəni konkretni adam sələfi donu geyinmiş, çox belə mundar bir insandır həqiqətən də. Çünki cəmaət arasında çaşqınlıq yaratan, fitnə salan və yəni buna deyirlər oturaq xavaric. Oturaq xavaricdir. Dəlillər var əlimizdə, özünüz də görmüsünüz bəyanı bunlar və özlərini sələfə yəni nisbət eləyənlər bəli var. Amma ki o nisbət eləməklə olmur ki, mən sələfiyəm deməklə. Yəni o əməlində göstərməlidir və sələflərə uyğun olmalıdır. Və görürsünüz ki, Azərbaycanımızda bütün fitnə əhlinin, yəni onun ətrafındadır, ya onların ətrafındadır bu, yəni ya onlara zəhər verir, özü çəkilib qıraqda yanır, cəmaatı ora göndərir, bura göndərir, çaşqınlıq yaradır. Yəni və xüsusən də yəni siz sıravilər necə bilərsiniz ki, məsələn o sələfidir yox. Siz sıravilərin üzərində elm əhlinə, Rəbbani elm əhlinə qulaq asmaq. Əgər onlar o haqqında deyiblərsə, artıq onu tərk eləmək vacibdir. Tərk eləmək nədən uzaq düşməkdir. Qorunmaqdır inşallah. Elxan sələfi zat deyil. O oturaq xavaricdir. Həqiqətən də bəzi xavariclər var ki, bilirsən ki, bu adam xavaricdir. Amma bu o qədər bunda sifət var ki, o qədər hiyləgərlik var ki, bu adam daha çox təhlükəlidir. Çünki məsələn düşməni bilirsən ki, qarşındakı düşməndir. Amma düşmən sənin öz içində olanda görürsən ki, o daha çox çətin olur. Onu üzə çıxarmaq, ona mübarizə aparmaq. Və ona görə də yəni Elxan Musayevdən uzaq durmağı tövsiyə edirəm. Şeyx Albaninin gözəl bir sözü var. Deyir, haqqı istəyənə bir dəlil kifayətdir, haqqı istəməyənə 100 dəlil də gətirsən, xeyri yoxdur. Və bəzi insanlar var, üstündən onu keçir, gəlir ki, hə, Elxan Musayevdə nə problem var idi? Təzədən bunları təkrarlamağa ehtiyac yoxdur, şükür Allaha, hər şey aydındır. Biz də ondan şəxsi qərəzliyimiz yox, bir şey yox. Sadəcə bu gördüklərimizi, onun haqqında bildiklərimizi deyirik ki, həqiqətən də yəni bu adam şərdir, şərə xidmət eləyir və ondan uzaq durmaq lazımdır. Onun fitnələri çoxdur, şəxsən mən şahidi olmuşam və bizim tərəflərdə də o gələn yerlərdə, o deyən yerlərdə, o əlaqə saxladığı yerlərdə fitnə olub, Suriyaya gedənlər ona qulaq asıblar. Yəni bunlar hamısı bizim məlumatımız var. Əlhəmdülillah, yəni əgərləri o adam haqqında elm əhli danışıbsa, Rəbbani elm əhli, salamat elm əhli danışıbsa, artıq ondan çəkinmək lazımdır. Allahdan qorxmaq lazımdır. Və özünüz görürsünüz, yəni Azərbaycanda sələflər arasında fitnənin başında duran Adildir, əsas fiqurlar, Elxandır və başqalarıdır. Yəni bunlar aydın məsələdir ki, onlar yəni bunların başında durur, sələfi adı altında olanlar. Yəni cəmaatı böldülər, artıq onlar sələflikdən çıxıblar. Allah qorusun bizi. Və ən təhlükəsi də Şeyx Rabi gözəl sözü var ki, ən təhlükəli, ən əhl-i sünnəyə, sələflərə ədavət aparan, sələfili donu geyinən və yaxud da sələflikdən çıxan adamdır. O deyir, hətta deyir, əsli sufilərdən də pisdir. Adam, yəni, sufilər, məsələn, haqqa gəlir, dəvət edirsən, şiyələr haqqa gəlir. Əsli kafirlərdən də nədir? Təhlükəlidir. Yəni, nəyə görə? Çünki kafirlər İslama girə bilirlər. Amma bu, belə insanlar dəvət etsin, deyir ki, haqq mənəndir. Haqq, yəni, ayət deyir, hədis deyir. Yəni, çox təhlükəlidir. Ona görə bunlardan uzaq durmağı tövsiyə edirəm. Əgərləri uzaq durmursa, onun özündən uzaq durmaq lazımdır ki, o şərdir. Çünki o hara getdi, həmin adam fitnə salır. Müsəlmanlar arasında iki itirəli, yəni ən azından və müsəlman arasında müəyyən fikirlər, dolayısı yolla cihada getmək, dolayısı yolla hakimə qarşı çıxmaq, dolayısı yolla, yəni dediyim kimi bir var ki, birbaşa adamlar konkretni öz xavaric olmaqlarını, təkfirçi olmaqlarını deyirlər və öz sözlərinin açıq-aşkar. Bəziləri də var ki, Adil kimi, Elxan kimi adamlar və s. təhlükəlidir. Ona görə də ehtiyatlı olmaq lazımdır. Allah bizi bağışlasın, Allah bizi müvəffəq eləsin.